Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. Allahumme veffiqna lima tuhibbu ve terza. Salam əziz və dəyərli Quran sevərlər. Quran elmləri mövzumuzda xoş gördük sizləri. Bugünkü söhbətimizdə Quran elmləri ilə bağlı əsas və fundamental mövzulardan biri vəhiy anlamıdır. Vəhyin mənası, qismləri və Quran Allah tərəfindən insanlara vəhiy olmuşdur dedikdə nələr nəzərdə tutulur və Quran-ı Kərimdə vəhiy hansı formalarda işlənmişdir, bunlar haqqında danışacaq və bu mövzu əsas və maraqlı mövzulardan biridir. Baxın, ilkin mövzulardan biri budur ki, vəhyin mənası nədir? Vəhiy lüğətdə əsasən işarə, özü-üzə tələsik bir işarə, sürətli bir işarəyə vəhiy deyilir lüğət baxımından və gizlin bir işarəyə, qarşı tərəfin, ətrafın bilmədiyi bir mənada olan işarəyə vəhiy deyilir. Xülasə mənası demək olar ki, budur. Və amma terminoloji baxımından vəhiy peyğəmbərlərin Allahla o Allahın buyurduqları, o xəbərləri bəşər üçün qəbul edib və çatdırmağa, o xəbərlərə, peyğəmbərin Allahdan aldığı o xəbərlərə, mənəvi rabitələrin vasitəsilə, çox qısa desək, xülasə desək, buna vəhiy deyirlər. Yəni, izahla desək, hər bir peyğəmbərə Allah kəlamı buyurur, ya Cəbrailin vasitəsilə, ya birbaşa o kəlamı peyğəmbər mənəvi yollarla alır və bəşərə gətirib çatdırır. Baxın, bu terminoloji baxımından bir mənadır. Vəhiy bir anlamda elə gördük ki, iki hissəyə bölünür. Bir terminoloji baxımından, yəni peyğəmbərlik anlamında olan vəhiy, peyğəmbərlərin qəbul etdiyi vəhiy və bir də qeyri-terminoloji, yəni peyğəmbərliyə aid olmayan vəhiy nümunələri, əsasən lüğətə yaxın olan, lüğət baxımından vəhiy nümunələri mövcuddur. Quran-ı Kərimdə hər iki məna və nümunələr mövcuddur. Sual bundan ibarətdir ki, görəsən, peyğəmbərlərimiz və xüsusilə İslam peyğəmbəri bu peyğəmbərlik vəhyin neçə formada qəbul etmişdir? Neçə formada və necə qəbul etmişdir? Və bu halət necə baş vermişdir? Baxın, Quran-ı Kərimin Şura surasının 51-ci ayəsinə əsasən bu vəhyi qəbul etmək prosesi 3 formada olub. 3 formada, yəni 3 növ formalarda peyğəmbər vəhyi alıb və insanlara çatdırırdı. Ayə belədir. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Və mə kənə li bəşərin ən yükəlliməhullahu illə vəhiyən əv min vərai hicabin əv yursilə rəsulən fəyuhiyə biiznihi mə yeşə. Baxın, buyurur Allah Teala bəşəri ilə, insanla yalnız birbaşa olan vəhiy ilə, o bir. İkinci, pərdə arxasıyla, yəni hansısa bir hicab arxasıyla, hansısa bir mani arxasından danışır və yaxud əv yursilə rəsulən və yaxud elçi göndərir, yəni mələk göndərir və mələkin vasitəsilə. Xülasə, bəs 3 formada peyğəmbərlər Allahından vəhiy alıblar, xüsusilə İslam peyğəmbəri. Birbaşa olaraq vəhiy olub. O, bu vəhyin ən nadir xüsusiyyəti, bunun say hesabı demək olar ki, azdır, say baxımından və ən ağır vəhiy növü olubdur demək olar ki. Bunu bu ayədə illa vəhiyyən kəlməsi ilə izah edir. Yəni birbaşa vəhiy, izahsız ya qeydsiz, pərdə arxası deyil, vasitəli vəhiy deyil, birbaşa olan vəhiydir. Baxın, Quran-ı Kərim başqa surələrdə buna demək olar ki, işarə edir. Buyurur, İnna sənulqi ələykə qavlən səqilə. Həqiqətən biz sənə ağır bir, zəngin və səqil və ağır bir söz ilqa edəcəyik, vəhiy edəcəyik. Bu, ona işarədir. Rivayətlərimizdə də vardır. Baxın, Zürarədən də hədis İmam Sadiq əleyhissalamdan nəql edir. Deyir, Peyğəmbərə İmam Sadiq əleyhissalamdan soruşdum ki, Cualtu fədak, sənə fəda olum. Ya İmam, Əl-xəşiyyətulləti tusibu Rəsuləllah İza nəzələ aləl vəhiy. Baxın, buyurur, İza nəzələ aleyhil vəhiy, deyir ki, sənə fəda olum. O Peyğəmbər ki, xuşdan gedirdi,
O hansı zaman idi? Ona vəhiy nazil olan zaman idi ki, Peyğəmbər huşunu itirirdi. Həzrət cavab verir. Buyurur, Peyğəmbərə vəhiy olan zamanın hamısında deyil. Buyurur, İzə ləm yəkun beynəhu və beynəllahi əhəd. Peyğəmbərlə Allah arasında heç bir vasitə olmayan zaman, yəni birbaşa olan vəhiydə Həzrət Peyğəmbər hətta bihuş da olurdu belə. Peyğəmbərə bir ağırlıq çökürdü. Buyurur, Zəlikə izə təcəllallahu ləh. Bu o zaman idi ki, Allah Teala ona təcəlli edirdi. Baxın, Allah Teala o əzəməti ilə öz Peyğəmbəri ilə danışır birbaşa və bu təbii ki, Həzrət Peyğəmbərə bunun təsiri və mənəvi təsiri və hətta zahirdə də bunu o təsir bürməlidir. Bu bir növ vəhiydir. İkinci növ vəhiy, qeyd etdik ayədə buyurur, hicab arxasında və mani arxasındadır. Yəni Peyğəmbərlərimizlə, xüsusilə İslam Peyğəmbəri ilə ki, hər hansı bir əşyanın vasitəsilə danışmaq. Məsələn, Həzrəti Musanın barəsində bir nümunə Quranda mövcuddur. Ki, Allah Teala Həzrəti Musa ilə ağacın vasitəsilə danışır. Ağac sanki danışır. Allah ağacı o qüdrət verir. Ağacın vasitəsilə, ağacdan səs gəlir. Həzrəti Musa bu vəhiyi qəbul edir. Buyurur, Qəsəs surəsinin 30-cu ayəsi olmalıdır. Fələmmə əta, Həzrəti Musa Şüeybin yanından ayrıldı, gəldi. Nudiyə min şatil vadi'il əyməni fil buq'atil mübarəkə. O, mübarək bir çöldə, o vadidə, vadinin özdə sağ tərəfində mübarək bir çöldə Həzrəti Musa Şüeybin yanından artıq Misrə qaydırdı ailəsi ilə. Bəhsi genişdir bunun. Burada nudiyə minəşşəcərə. Bu ağacdan, ağac tərəfdən nida olundu. Vəhiy ağacdan gəlir sanki. Ağacın vasitəsilə Allah Peyğəmbəri ilə danışır. Vəhiy olundu ki, ən ya Musa inni ənəllah rabbul aləmin. Mən aləmlərin Rəbbi olan Allaham. Bu ikinci bir növdür. Bu təbii ki, vasitəlidir. Birbaşa olan vəhiydir. Təbii ki, mənasından da, zahirindən də görünür. Və ancaq mələk vasitəsilə deyil. Ola bilsin, dağ vasitəsilə ola bilər. Ola bilsin, hətta bəziləri bunu işarə edir ki, yuxuda olan vəhiylər, Peyğəmbərlərimizə yuxuda olan vəhiylər də ola bilsin, bu qismindəndir. Yuxu vasitəsi ilə olan vəhiylər, birbaşa vəhiylər sayılmırlar. Və üçüncü bir növ vəhiydə ilə ayədə də mövcud idi, mələkin nazil olmağı ilə olunan vəhiydir. Mələk Peyğəmbərlə nazil olur və bu vəhiydə baş tutur. Bu vəhiy ən çox təşkil edən vəhiydir, xüsusilə İslam Peyğəmbərinə. Məsələn, nəzələ bihir ruhul əmin əla qalbikə litəkunə minəl munzirin. Bunu ruhul əmin indirdi. Ruhul əmin yəni Cəbrail, mələk. Cəbrail indirdi əla qalbikə, sənin qəlbinə litəkunə minəl munzirin. Ta ki sən o qorxudanlardan olasan, munzirlərdən olasan. Baxın, bugün biz vəhyin həm lüğətdə, həm terminoloji olan mənasını qeyd etdik və Quran-ı Kərimə əsasən biz qeyd etdik ki, ümumiyyətlə vəhiy iki hissədən ibarətdir. Bir terminoloji vəhiy, yəni Peyğəmbərə nazil olan vəhiy və bu Peyğəmbərə nazil olan vəhiy, istər İslam Peyğəmbər olsun, istər ola bilsin başqa Peyğəmbərlərdə, üç formada, xüsusilə İslam Peyğəmbərində bu Quran-ı Kərim üç formada nazil olmuşdur. Yəni, birbaşa bəzi vaxtlarda nazil olub və bəzi vaxtlarda ola bilsin müəyyən vasitələrin, əşyanın, məsələn, dağın, hansısa bir əşyanın vasitəsilə, buna Quran buyurur, pərdə arxası və yaxud ən çox da vəhiyin ömrü üçüncü növ mələkin vasitəsilə nazil olmuş vəhiydir. Gələn söhbətlərimizdə biz digər vəhiy növləri, yəni terminoloji olmayan digər vəhiy növlərindən danışacaq Quran-ı Kərimdə. Görəsən, lüğəvi mənada işlədilmiş vəhiy növləri mövcuddur və ya yox. Bu da çox maraqlı mövzulardır və həqiqətən də faydalı bəhslərdir. Sizləri Allaha tapşırıram. Allah Teala bizləri və sizləri həmişə Quranla mənus etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.